Bu sevgi tarixçəsinin özəlliyi məncə ilk növbədə Rasim Balayevin məşhurluğundan, uğurlu aktyor karyerasından qaynaqlanır. Belə bir həyat yaşamasaydı, milyonların diqqətini öz üzərində hiss eləməsəydi, bəlkə də bu ailə adidən adi öz həyatlarını yaşayacaqdı. Necə ki, yaşayırdılar. Mən əmim qızı ilə evlənmişəm. Sonuncu siniflərdə, 10-cu, 11-ci siniflərdə belə deyək ki, ciddiləşdi. Deyirlər ki, biz qohumların sayını artıraq, başqa adamlarla qohum olaq, nə bilim, belə daha şaxəli olsun. Tibbi nöqteyi nəzərindən deyirlər ki, yaxın qohumla evlənmək düzgün deyil, uşaqlarda problem olur, sonra belə. Amma çox şükür ki, bizdə olmadı. Belə, ona görə, belə deyək də, bu, elə bir ki, bu məhəbbət çox güc gəldi və nəsə 22 yaşında biz evləndik. Bəzən məhəbbəti izhar edirlər, tutalım romanlarda ya filmlərdə zətdə. Görürsən, uzun uzadı, mətnlər, tekstlər, nə bilim, söhbətlər yox. Bəzən o lal, belə, heç sözə ehtiyac yoxdur, baxışlarla, müəyyən münasibətlə özün büruzə verir. Yəni, bu da bir individual şeydir. Hər kəsdə bir cür olur. Bəzən olan şeyi, məhəbbəti görsən, elə adam olur ki, sözlə ifadə eləyə bilmir. O bir hissiyatdır, o bir qəribə bir hissdir ki, indiyə qədər də onun haqqında bütün şairlər, dramaturqlar hamısı yazıb, hələ axıra çıxan yoxdur. Çünki sevgi, məhəbbət haqqında nə qədər əsərlər yazılıb. Yəni, bu, belə, özümüzdə hiss eləmədən alındı. Məhəbbət olmalı. Məhəbbət olan yerdə görürsən, müəyyən şeylər keçilir. İnam olmalıdır. Bir-birisinə qarşı sadiqlik olmalıdır. Şuur olsa yaxşıdır. Çünki hər şey şuurla yanaşanda görürsən, onun nəticəsi yaxşı olur. Belə hissiyatla yaşamaq olmaz. Tək hissiyatla yaşamaq olmaz. Bu, düz hissiyatın öz mövqeyi var, şuurun öz. Bunlar gərək bir-birin başa düşsün. Şuurla hissiyat. Bunlar bir-birini yola versin. Bunlar bir-birin, belə deyək ki, tənzimləsin. Əgər bunlar bir-birini tənzimləməsə, orada xoşa gəlməz hadisələr olur. Bunun üçün də yenə deyirəm, bir dogma, bir məktəb, bir tərif belə yoxdur. İnsanlar, deyirlər ki, insanın əlinin cizgisi bütün insanlarınki fərqlidir. Elə xasiyyətcə də fərqlidir. Xaraktercə də, sonra xarici görkəmcə də, yəni müxtəlifdir. Amma müəyyən şeylər var ki, onlara gərək yazılmamış qanundan var, onlara riayət eləyəsən. Yəni, bax, bayaq dedim, çünki bir-birinə qarşı təbii məhəbbət olmalıdır. Bugün görsən, zorla evləndirirlər uşaqları, onun effekti olmur, nəticəsi olmur. O tanışdı, filan kəsdi, ailəsini yaxşı tanıyıram da. Sonra baxıb görürsən ki, o məhəbbət olmayan yerdə, hörmət olmayan yer. O məhəbbət də sonradan bir neçə illərdən sonra qarşılıqlı hörmətə çevrilir. O ilk olan məhəbbət kimi olmur. Kim deyirsə ki, mən 40-50 il o məhəbbətdən yaşayıram, yalan deyir. O məhəbbət qarşılıqlı hörmətə çevrilir və hərə öz funksiyasını daşıyır. Amma təbii ki, onun içində dərin hörmət, ondan sonra insani hisslər mövcud olmalıdır. Və dediyim o ki, bu şeylərin üstündə qurulmalıdır.